Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Nasbəri Dostaliyeva sərgiyi keçirəcək. Xəbər verilir ki, müğənni geyimlərini nümayişə çıxaracaq. Bu haqda Nasbəri Dostaliyeva qonaq canlı proqramında deyib. O bildirib ki, illərdir konsertlərində, kliplərində geyindiyi paltarları satacaq. Hansı konsertdə hansı geyimlərim olub hərraca çıxaracağam. Bu mənim sirrim idi. Yaxın günlərdə satışa çıxaracağım. Bir-iki deyil, nə qədərdir. 96-cı ildə Nə olur Allahım klipimdən geyimlər saxlanılır. Eksklüziv ikinci tayı yoxdur. Hamısı sərgidə nümayiş olunacaq, ardından da satılacaq.